Əl-Muminun, Möminlər surəsi Məkkədə nazil olmuşdur. 118 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Qad əfləhəl mü'minun. Həqiqətən, İslamın əqidə əsaslarına iman gətirənlər nicat tapdılar. Sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar. Əl-ləzīnə hum fī salətihim xaşi'un. O kəslər ki, namazlarında həm ürəkləri, həm də bədənləri ilə itaətkardılar. وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ. Və o kəslər ki, bütün pis və çirkin işlərdən üz döndərirlər. وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ. Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər. وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ. Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar. İllə alə əzvacihim əv mə mələkət əymənuhum fəinnəhum qayru məlumin. Öz zövcələrinə və kənizlərinə qarşı istisna olmaqla ki, onlar zövcə və kənizləri ilə şəhvətlə davranmağa görə qınanmazlar. فَمَنِ ابْتَغَى وَرَاءَ ذَلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ. Odur ki, bu ikisindən başqasını axtaranlar, bu ikisindən başqasından hər hansı cinsi ləzzət alanlar, İslamın müəyyənləşdirdiyi həddi aşanlardır. وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ. Və o kəslər ki, özlərinin xalqla və yaradanla əmanətlərinə və Allahın onlarla bağladığı, yaxud özləri ilə öz aralarında bağladıqları və ya cəmaatla bağladıqları əhd-i peymanlarına riayət edirlər. وَالَّذِينَ هُمْ عَلَى صَلَوَاتِهِمْ يُحَافِظُونَ. Və o kəslər ki, namazlarını tam və kamil olması baxımından qoruyurlar. أُولَٰئِكَ هُمُ الْوَارِثُونَ. Onlardır varislər. الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ. Uca cənnətə varis olanlar, şəxsi malları kimi cənnətə mütləq və daimi sahib olanlar və ya kafirlərin cənnət payına da varis çıxıb yiyələnənlər, onlar orada əbədidirlər. وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ. Şübhəsiz biz insanın ulu baba və nənəsini gilin cövhərindən ruh üfürməklə və ona möcüzəvi şəkildə can verməklə yaratdıq. ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ. Sonra onun nəslini nütvə, torpağın maddələrinin cövhəri şəklində möhkəm bir yerə, ana bətninə qoyduq. ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا
فكسونا العظام لحما ثم أنشأناه خلقا آخر فتبارك الله أحسن الخالقين. Sonra nütfəni ələqə etdik, laxta qana çevirdik. Sonra ələqəni muzğa etdik, çeynənmiş ət şəklinə saldıq. Ondan sonra muzğəni yumuşaq sümüklər etdik. Beləliklə sümüklərə ət libası geyindirdik. Sonra onu inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq başqa bir canlı, məxluq şəklində vücuda gətirdik. Buna görə də afərin Allaha, yaradanların ən yaxşısı olan Allah çox xeyir bərəkətlidir. ثم إنكم بعد ذلك لميتون. Siz ondan dünyaya gəlib yaşadıqdan sonra mütləq öləcəksiniz. ثم إنكم يوم القيامة تبعثون. Daha sonra siz şübhəsiz qiyamət günü özünüzün torpaqdan başlayıb belləri, bətinləri, dünyanı və bərzəx aləmini, keçmiş hərəkətinizi kamala çatdırmaq üçün qəbirlərdən qaldırılacaqsınız. وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَائِقَ وَمَا كُنَّا عَنِ الْخَلْقِ غَافِلِينَ. Həqiqətən biz sizin başınız üzərində 7 yol, mələklərin gəlgetləri olan 7 göy yaratmışıq və biz yaradılış və yaradılmışların işində əsla qafillərdən deyilik. وَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَسْكَنَّاهُ فِي الْأَرْضِ وَإِنَّا عَلَى ذَهَابٍ بِهِ لَقَادِرُونَ. Və göydən yağış, qar və dolu şəklində müəyyən miqdarda yer və insanların layiq olduqları qədər su endirdik. Sonra onu yerin dərinliklərində yerləşdirdik. Əlbəttə, biz onun hamısını yox etməyə qadirik. فَأَنشَأْنَا لَكُم بِهِ جَنَّاتٍ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ لَكُمْ فِيهَا فَوَاكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ. Sonra həmin su ilə sizin üçün xurma ağacları və üzüm tənəklərindən bağlar yaratdıq. Onda sizin dolanışığınızı təmin etməyiniz üçün çoxlu meyvələr vardır və ondan həm də yeyirsiniz. وَشَجَرَةً تَخْرُجُ مِنْ طُورِ سَيْنَاءَ تَنبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِلْآكِلِينَ. Və adətən Sina dağından çıxan bir ağac da yaratdıq ki, yeyənlər üçün zeytun yağı və yavanlıq bitirir. وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً نُسْقِيكُم مِّمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ. Həqiqətən heyvanlarda, onların yaradılışında, növlərinin müxtəlifliyində, ram olmalarında və sizə möhtac olmalarında sizin üçün ibrət dərsi vardır. Xüsusilə bundan ibrət götürün ki, onların qarınlarında olanlardan sizə süd içirdirik və onlarda, onların dirisində, kəsilmişində
və nəslində sizin üçün çoxlu mənfəətlər vardır və onlardan, onların ətlərindən yeyirsiniz. وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ Və onlara və gəmilərə minirsiniz. وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ أَفَلَا تَتَّقُونَ Həqiqətən biz ilk şəriət sahibi olan Nuhu, o vaxt yer üzündə olanların hamısını əhatə edən öz qövmünə Peyğəmbər göndərdik. Beləliklə o dedi, ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün ondan başqa bir məbud yoxdur. Məyər onun qəzəbindən və ondan qeyrisinə ibadət etməkdən çəkinmirsiniz? فقال الملأ الذين كفروا من قومه ما هذا إلا بشر مثلكم يريد أن يتفضل عليكم ولو شاء الله لأنزل ملائكة ما سمعنا بهذا في آبائنا الأولين. Beləliklə, onun qövmünün küfr etmiş böyükləri dedilər, bu kişi sizin kimi yalnız bir bəşərdir ki, sizə üstün olmaq və böyüklük etmək istəyir. Əgər Allah Peyğəmbər göndərmək istəsəydi, göydən mələklər endirərdi. Biz öz ulu babalarımızın arasında belə bir şey eşitməmişik ki, insan Peyğəmbərlik iddiası etsin və bir Allaha tərəf dəvət edərək, başqa tanrıları inkar etsin. إن هو إلا رجل به جنة فتربصوا به حتى حين. O yalnız dəli bir kişidir. Buna görə də bir müddətə kimi gözləyin, bəlkə sağaldı, yaxud öldü. قال رب انصرني بما كذبون. Nuh dedi, ey Rəbbim, onların təkzibinin müqabilində mənə kömək et. فأوحينا إليه أن اصنع الفلك بأعيننا ووحينا فإذا جاء أمرنا وفاردت النور فاسلك فيها من كل زوجين اثنين وأهلك إلا من سبق عليه القول منهم ولا تخاطبني في الذين ظلموا إنهم مغرقون. Beləliklə, ona vəhy etdik ki, gəmini bizim huzurumuzda və bizim vəhyimiz ilə, bizim verdiyimiz quruluş əsasında düzəlt. Bizim əmrimiz, kafirlər barəsindəki qəti hökmümüz çatanda və təndirdən su qaynayan zaman, hər heyvandan bir-birinin cütü olan 2 dənə, bir dişi və bir erkək və özünün iman gətirənlərdən ibarət iman ailəni, məhvi barəsində əvvəlcədən hökmümüz verilmiş kəs, zövcən və oğlanlarından biri istisna olmaqla həmin gəmiyə mindir və mənimlə zülm etmiş kəslər barəsində danışma, vasitəçilik etmə, çünki onlar suda batmağa məhkumdular. فإذا استويت أنت ومن معك على الفلك فقل الحمد لله الذي نجانا من القوم الظالمين. Beləliklə, elə ki sən və səninlə birlikdə olanlar gəmiyə yerləşdiniz, de,
Həmd və səna bizə zalım dəstədən nicat verən Allaha məxsusdur. وَقُلْ رَبِّ أَنْزِلْنِي مُنْزَلًا مُبَارَكًا وَأَنْتَ خَيْرُ الْمُنْزِلِينَ Və de, ey Rəbbim, məni bu gəmidə və sonra yerdə xeyir dolu çox bərəkətli məkanda endir. Sən yerləşdirənlərin ən yaxşısısan. İnne fî zâlike leâyâtin ve in kunnâ lemubtelîn. Şübhəsiz bunda, bu böyük hadisədə Allahın tövhid, qüdrət və əzəmətindən nişanələr vardır. Və həqiqətən biz bəndələrimizi həmişə sınayırıq. ثُمَّ أَنشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا آخَرِينَ. Sonra onların arxasınca digər bir cəmiyyət və nəsil vücuda gətirdik. فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِّنْهُمْ أَنِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ أَفَلَا تَتَّقُونَ. Onların içinə mələklərdən, cinlərdən və ya dillərini bilməyənlərdən deyil, özlərindən bir elçi göndərdik ki, tək olan Allaha ibadət edin. Sizin ondan başqa bir məbudunuz yoxdur. Məyər ondan qeyrisinə ibadət etməkdən çəkinmirsiniz? وَقَالَ الْمَلَأُ مِنْ قَوْمِهِ الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِلِقَاءِ الْآخِرَةِ وَأَتْرَفْنَاهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا مَا هَذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ. Onun qövmündən küfr etmiş, ahirət görüşünü təksib etmiş və dünya həyatında rifah verdiyimiz başçılar digərlərinə dedilər: bu kişi də sizin kimi yalnız bir bəşərdir, yediklərinizdən yeyir, içdiklərinizdən içir. Belə olan halda o necə peyğəmbər ola bilər? وَلَئِنْ أَطَعْتُمْ بَشَرًا مِثْلَكُمْ إِنَّكُمْ إِذًا لَخَاسِرُونَ. Əgər özünüz kimi adi bir insana tabi olsanız, onda şübhəsiz ziyana uğrayacaqsınız. أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنْتُمْ تُرَابًا وَعِظَامًا أَنَّكُمْ مُخْرَجُونَ. O sizə ölüb bir ovuş torpaq və sümük olduqdan sonra yenidən dirildilərək qəbirdən çıxarılacağınızı vəd edir. هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ. Sizə vəd edilən şey həqiqətdən çox-çox uzaqdır. إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ. Bizim ölüb dirildiyimiz, bir dəstənin ölüb, digər bir dəstənin dirildiyi və ya bir dəstənin öldüyü və onların ruhlarının digər bir dəstənin cismində dirildiyi bu dünya həyatından başqa bir həyat yoxdur və biz heç vaxt dirildilən deyilik. إِنْ هُوَ إِلَّا رَجُلٌ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُ بِمُؤْمِنِينَ. O yalnız Allaha yalan yaxan bir kişidir və biz ona əsla etiqad bəsləmirik. قَالَ رَبِّ انصُرْنِي بِمَا كَذَّبُونَ. Peyğəmbərləri dedi: ey Rəbbim, onların təkzibləri müqabilində mənə kömək et.
قال عما قليل ليصبحن نادمين. Allah buyurdu, az bir zamandan sonra ölüm zamanı və bərzəx aləmində mütləq peşman olacaqlar. فأخذتهم الصيحة بالحق فجعلناهم غثاء فبعدا للقوم الظالمين. Beləliklə, haqlı olaraq, Allahın kamil hikmət və məsləhətinə əsasən, onları göydən gələn bir bağırtı bürüdü. Onları sel üzərindəki çör-çöp kimi etdik. Buna görə də məhv və Allahın rəhmətindən uzaq olsun zalim dəstə. ثم أنشأنا من بعدهم قرونا آخرين. Sonra onların arxasınca, bir-birinin ardınca gələn əsrlərdə digər nəsilləri yaratdıq. ما تسبق من أمة أجلها وما يستأخرون. Heç bir ümmət öz zamanından, lövh-i məhvuzda olan müəyyən həyat müddətindən nə qabağa keçər, nə də geri qalar. ثم أرسلنا رسلنا تترى كلما جاء أمة رسولها كذبوه فأتبعنا بعضهم بعضا وجعلناهم أحاديث فبعدا لقوم لا يؤمنون. Sonra bir-birinin ardınca öz peyğəmbərlərimizi göndərdik. Nə vaxt hansısa bir millətə öz peyğəmbəri gəldisə, onu təksib etdilər. Buna görə də biz də onları bir-birinin ardınca məhvə yola saldıq və onları məhv olduqdan sonra dillərdə hekayət və əfsanələr etdik. Buna görə də məhv və Allahın rəhmətindən uzaq olsun iman gətirməyən dəstə. ثم أرسلنا موسى وأخاه هارون بآياتنا وسلطان مبين. Sonra Musa və qardaşı Harunu öz ayə və nişanələrimizlə 9 möcüzə və məntiq və isbat baxımından aşkar dəlil-sübutla göndərdik. إلى فرعون وملئه فاستكبروا وكانوا قوما عالين. Firona və onun qövmünün böyüklərinə və başçılarına tərəf. Onlar isə təkəbbür göstərdilər. Onlar üstünlük axtaran və məqampərəst bir dəstə idilər. فقالوا أنؤمن لبشرين مثلنا وقومهما لنا عابدون. Buna görə də dedilər, qövmləri bizim qulumuz və bizə müti ola, özümüz kimi 2 insana iman gətirək. فكذبوهما فكانوا من المهلكين. Beləliklə, o 2 nəfəri təksib etdilər və nəhayət məhv edilənlərdən oldular. وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ لَعَلَّهُمْ يَهْتَدُونَ. Və şübhəsiz biz Musaya səma kitabı olan Tövratı əta etdik ki, bəlkə onlar, İsrail övladları doğru yola yönəlsinlər. وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَأُمَّهُ آيَةً وَآوَيْنَاهُمَا إِلَى رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ. Məryəm oğlunu və onun anasını dünyaya gəlməsinin necəliyi, peyğəmbərlik dövrü və kitabı əldə etməsi baxımından öz tövhid və qüdrətimiz üçün bir ayə və nişanə etdik və onların hər ikisini uca
yaşayış üçün yararlı və axar sulu bir torpaqda, Beytül-Müqəddəsdə, yaxud Şamda və ya Misirdə yerləşdirdik. يا أيها الرسل كلوا من الطيبات واعملوا صالحا إني بما تعملون عليم. Ey bizim elçilərimiz! Bəşəriyyətə öyrətmək məqsədi ilə dünyada olan bütün yemək, içmək, geyim, hava, bitki və digər şeylərin paklarından bəhrələnin və yaxşı işlər görün ki, mən etdiklərinizin hamısını bilirəm. وَإِنَّ هَذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاتَّقُونِ. Və bu din və İslam şəriəti siz peyğəmbərlərin və nəsilləri kəsilənədək sizin ümmətlərinizin yeganə din və şəriət olan din və şəriətinizdir. Çünki o, bütün şəriətləri özündə toplamış qüdrətli bir dindir ki, üsul-i-din və firu-i-dindən təşkil olunmuşdur. Şəriətlər arasındakı fərqlər və onların sayının çoxluğu bəzi hökmlər baxımındandır. Və mən sizin Rəbbinizəm. Buna görə də məndən qorxun. فَتَقَطَّعُوا أَمْرَهُمْ بَيْنَهُمْ زُبُرًا كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ. Beləliklə onlar, ümmətlər, kitab və şəriətin nazil olmasının lap əvvəlindən bütün əsrlərdə öz alimlərinə tabe olub, din işlərini öz aralarında parçalayaraq, firqə və dəstələrə bölündülər. Hər bir firqə əlində olana sevinir. فَذَرْهُمْ فِي غَمْرَتِهِمْ حَتَّى حِينٍ. Buna görə də onları bir müddətədək, ölənə kimi öz qəflət və keflilik burulğanında vücudlarını bürümüş əqidə və əməl azğınlığı dəryasında boşla. أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِ مِن مَّالٍ وَبَنِينَ. Yoxsa belə güman edirlər ki, onlara yardım etdiyimiz mal, dövlət və oğullarla نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ بَل لَّا يَشْعُرُونَ. onların xeyrə nail olmalarına tələsirik. Xeyr, əksinə, anlamırlar ki, onların sınanmaları və bədbəxtlikdə daha da irəlləmələri üçün vasitələr hazırlayırıq. İnnellezîne hum min xəşyəti rabbihim müşfiqun. Həqiqətən, Rəblərinin əzabının qorxusundan istirabda olanlar وَالَّذ۪ينَ هُمْ بِآيَاتِ رَبِّهِمْ يُؤْمِنُونَ. və Rəblərinin ayə və nişanələrinə iman gətirənlər وَالَّذ۪ينَ هُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُونَ. və uluhiyyat, xilqət, rübubiyyət, ibadət və itaətdə Rəblərinə şərik qoşmayanlar. وَالَّذ۪ينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ. Mal və canlarından Allah yolunda verdikləri şeyi Rəblərinə tərəf qaydacaqlarını bildikləri üçün onun qəbul olunmamasından qorxan halda verənlər أُولَٰئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ. Bəli, onlardır bütün xeyir əməllərə tələsənlər. Həmin xeyir əməllərdə
başqalarından qabağa düşən də onlardır. وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا وَلَدَيْنَا كِتَابٌ يَنطِقُ بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ Biz heç bir kəsə iman və əməl mərhələlərində qüdrətindən artıq vəzifə təyin etmirik. Bizim yanımızda lövh-i məhfuz və ya hər bir bəndənin əməl dəftəri adlı haqq danışan və əməllərin xırdalıqlarını dəqiqliklə açıqlayan bir kitab vardır. Onlar cəza günü zülmə və mükafatın kəsilməsinə məruz qalmazlar. بَلْ قُلُوبُهُمْ فِي غَمْرَةٍ مِّنْ هَذَا وَلَهُمْ أَعْمَالٌ مِّن دُونِ ذَلِكَ هُمْ لَهَا عَامِلُونَ Lakin kafirlərin qəlbləri bu barədə dünya vəzifələri və axirət cəzaları barəsində nadanlıq və qəflət içərisindədir və onların bu nadanlıq və qəflətdən başqa etdikləri digər küfr və günah əməlləri də vardır. حَتَّى إِذَا أَخَذْنَا مُتْرَفِيهِمْ بِالْعَذَابِ إِذَا هُمْ يَجْأَرُونَ Bu keflilik və qəflətləri o vaxta kimi davam edər ki, onların naz-nemət içində olub əyyaşlıq edənlərini xəstəlik, yoxsulluq və müharibədə məğlubiyyət kimi əzaba düçar edərik. Bu zaman birdən fəryad qopararaq nalə edərlər. لا تجأروا اليوم إنكم منا لا تنصرون Onlara deyilər, bugün fəryad qoparıb nalə etməyin. Şübhəsiz sizə bizim tərəfimizdən kömək edilməyəcəkdir. قد كانت آياتي تتلى عليكم فكنتم على أعقابكم تنكصون Həqiqətən bizim ayə və nişanələrimiz sizə oxunur. Amma siz daldala keçmişinizə qaydırdınız. Bizim ayələrimizin müqabilində şirk, itaətsizlik və cahiliyyət adətlərinin arxasınca gedirdiniz. مستكبرين به سامرا تهجرون Həmin üz döndərməklə lovğalanır və gecə yığıncaqlarında onların haqqında pis sözlər danışır və istehza edirdiniz. أفلم يدبروا القول أم جاءهم ما لم يأت آباءهم الأولين Belə isə heç bu kəlam, Qur'an barəsində onun insanın qüdrətindən xaric möcüzəvi bir söz olması haqqında düşünüb fikirləşmədilər? Yoxsa onlara keçmiş atalarına gəlməyən bir şey gəlib? أم لم يعرفوا رسولهم فهم له منكرون Yoxsa öz peyğəmbərlərini, onun əsl kökünün paklığını, əxlaq və əməl baxımından keçmişinin gözəl olmasını tanımadıqları üçün onun peyğəmbərlik və kitabını inkar edirlər. أم يقولون به جنة بل جاءهم بالحق وأكثرهم للحق كارهون Yoxsa onda bir dəlili var deyirlər. Belə deyil. Əksinə, o haqqı, səma kitabını və axırıncı şəriəti gətirib. Lakin onların çoxu haqqı xoşlamırlar. ولو اتبع الحق أهواءهم لفسدت السماوات والأرض ومن فيهن بل أتيناهم بذكرهم فهم عن ذكرهم
معرضون. Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabi olsaydı, yəni doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı, şübhəsiz göylər, yer və onlarda olan hər bir kəs və hər bir şey vücuda gəlmək baxımından pozuntuya düçar olaraq yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən varlığını davam etdirmək baxımından fəsad və məhvə sürüklənərdi. Bəli, haqq onların istəklərinə tabi deyil, əksinə, biz onlara öyüd nəsiyyət və ibrət vasitəsi olan səma kitabı gətirdik. Lakin onlar öz öyüd nəsiyyət vasitələrindən üz döndərirlər. أَمْ تَسْأَلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ وَهُوَ خَيْرُ الرَّازِقِينَ. Yoxsa Peyğəmbərliyinin yerinə yetirilməsi üçün onlardan sabit muzd və xərclik istəyirsən? Xeyr, Rəbbinin verəcəyi muzd və xərclik daha yaxşıdır və o ruzi verənlərin ən yaxşısıdır. وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ. Doğrudan da sən onları əqidə, əxlaq, əməl və davranışda doğru yola dəvət edirsən. وَإِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ عَنِ الصِّرَاطِ لَنَاكِبُونَ. Həqiqətən, ahirətə iman gətirməyənlər doğru yoldan çıxıblar. وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِمْ مِنْ ضُرٍّ لَلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ. Əgər onlara rəhm etsək, çətinlik və sıxıntılarını aradan qaldırsaq, mütləq yenə də öz itaətsizliklərində sərgərdancasına inatkarlıq göstərəcəklər. وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ. Biz onları Məkkədə qəhətlik və xəstəlik kimi əzaba düşar etdik. Lakin onlar öz Rəblərinin dərgahına nə baş əyib təvazökarlıq göstərdilər, nə də yalvarıb yaxarırlar. حتى إذا فتحنا عليهم بابا ذا عذاب شديد إذا هم فيه مبلسون. Nəhayət öldürməklə üzlərinə ağır bir əzab qapısı açdığımız zaman, birdən həmin əzabın içində çaşbaş və nicat tapmaqdan və hər şeydən namid olarlar. وَهُوَ الَّذِي أَنشَأَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ قَلِيلًا مَا تَشْكُرُونَ. Sizin üçün qulaq, gözlər və qəlblər yaradan odur. Lakin çox az şükr edirsiniz. وَهُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ. Sizi yer üzündə onun tərkibindəki maddələrdən yaradan odur. Və yer üzündə torpağa çevrildikdən sonra bir daha qiyamətdə ona tərəf toplanılacaqsınız. وَهُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ وَلَهُ اخْتِلَافُ اللَّيْلِ وَالنَّهَارِ أَفَلَا تَعْقِلُونَ. Həyat qabiliyyəti olan hər bir varlığı dirildən və ölüm qabiliyyəti olan hər bir varlığı öldürən odur. Və gecə ilə gündüzün get-gəli ona məxsusdur və onun əlindədir. Belə isə heç düşünmürsüz?
بل قالوا مثل ما قال الأولون. Əksinə, onlar da keçmişdəkilərin dediklərini dedilər. قالوا أإذا متنا وكنا ترابا وعظاما أإنا لمبعوثون. Dedilər, ölüb bir ovuç torpaq və sümük olduqdan sonra yenidən dirildilib qaldırılacağıq. لقد وعدنا نحن وآباؤنا هذا من قبل إن هذا إلا أساطير الأولين. Əlbəttə bu vəd bundan əvvəl də bizə və atalarımıza verilmişdi. Bu keçmişlərin əfsanələrindən başqa bir şey deyil. قل لمن الأرض ومن فيها إن كنتم تعلمون. De, əgər bilirsinizsə deyin görək yer və onda olan hər bir kəs, hətta onların tanrıları kimə məxsusdur? سيقولون لله قل أفلا تذكرون. Onlar Allaha məxsusdur deyə cavab verəcəklər. De, belə isə heç ibrət götürmürsünüz? Bəs onun yenidən diriltməyə qadir olmasını nə əsasla inkar edirsiniz? قل من رب السماوات السبع ورب العرش العظيم. De, yeddi göyün Rəbbi və aləmin işlərinin idarəsinin və ilahi hökmlərin çıxarılma məkanı olan böyük ərşin Rəbbi kimdir? سيقولون لله قل أفلا تتقون. Deyəcəklər, onlar da Allaha məxsusdur. De, belə isə heç onun qüdrət və qəzəbindən çəkinmir, ahirəti inkar edirsiniz. قل من بيده ملكوت كل شيء وهو يجير ولا يجار عليه إن كنتم تعلمون. De, əgər bilirsinizsə deyin görək, onun istəyi ilə vücuda gəlmiş hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan, istədiyinə sığınacaq verən və əzabı müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir? سيقولون لله قل فأنا تسحرون. Onlar deyəcəklər, bunların hamısı Allaha məxsusdur. De, belə isə bu aydın həqiqətlər müqabilində necə və hardan ofsunlanırsınız? بل أتيناهم بالحق وإنهم لكاذبون. Əksinə, biz yaradılışın başlanğıcı, tövhid və yaradılışın sonu barəsində onlara haqqı gətirdik və əlbəttə onlar yalancıdırlar. ما اتخذ الله من ولد وما كان معه من إله إذا لذهب كل إله بما خلق ولعلى بعضهم على بعض سبحان الله عما يصفون. Allah əsla özünə zatından ayrılmış və uluhiyyət sifətləri ilə vəsf edilən övlad götürməmişdir və onunla birgə əsla digər bir tanrı və məbud olmamışdır. Yoxsa əgər elə olsaydı, hər tanrı öz yaratdığını aparardı və həmin şeyə yiyələnmək və onun işlərinin idarə edilməsində
məxsus üsulla davranardı və nəticədə dünyanın hissələri arasındakı vahid nizam-intizam, idarəçilik pozulardı və ziddiyyətli işlərin həyata keçirilməsi istiqamətində mütləq biri digərini üstələməyə çalışardı. Müstəqil vücud, qüdrət və iradə bunu tələb edir. Allah şəriki olması və övlad götürməsi barəsində müşriklərin sadaladıqları sifətlərdən pak və uzaqdır. Alimul gaybi veş-şehadeti feta'ala amma yüşrikun. Qeybi və aşkarı bilən Allah, Allah ona qoşulan şəriklərdən üstündür. Qur Rabbi imma turiyanni ma yu'adun. De, ey Rəbbim, əgər onlara vəd olunan əzabı mənə göstərsən, Rabbi fələ təc'alni fil qavmiz zalimin. Onda məni zalimların dəstəsinə daxil etmə, ey Rəbbim. Və inna alə ən nuriyəkə mə nə'iduhum ləqadirun. Həqiqətən biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik, necə ki, Bədirdə göstərdik. İdfa' billati hiya ahsanus sayyi'ata nahnu a'lamu bima yasifun. Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et. Biz onların dediklərini, Allaha şərik qoşmalarını, sənin dininə və kitabına istehza etmələrini daha yaxşı bilirik. وَقُلْ رَبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ. Və de, ey Rəbbim, şeytanların vəsvəsə və təhriklərindən sənə pənah gətirirəm. وَأَعُوذُ بِكَ رَبِّ أَنْ يَحْضُرُونَ. Və onların namaz halında və ölüm zamanı mənim yanımda olmalarından sənə pənah gətirirəm, ey Rəbbim. Həttə İzə cəə əhədəhumul məvtu qalə Rabbi irci'un. Onlar şirk və küfr içində qalarlar və nihayət onlardan, müşriklərdən birinin ölümü çatan zaman, canı mələklərin əlində olduğu halda Allaha deyər, ey Rəbbim, məni dünyaya qaytar. Ləalli ə'məlu salihan fīmə tərəkt, kəllə innəhə kəlimətun huvə qailuhə və min vəraihim barzəxun ilə yevmi yub'athun. Bəlkə dünyada qoyduğum şey, dünya malı və ömür günləri barəsində yaxşı bir iş gördüm. Xeyr, bu onun dediyi boş sözdür, gerçəkləşməyəcəkdir. Və onların qarşısında qəbirdən qaldırılacaqları günə qədər bərzəx aləmi vardır. فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنْسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءَلُونَ. Beləliklə sur ikinci dəfə çalınanda və insanların hamısı diriləndə, həmin gün onların arasında qorxu və dəhşətin çoxluğundan sanki bir bağlılıq və qohumluq olmaz və bir-birlərinin halını soruşmazlar. فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Beləliklə, kimin ölçülmüş etiqad, əxlaq və əməlləri ağır və dəyərli olsa, belələri həqiqətən nicat taparlar.
وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ. Və kimin ölçülmüşləri yüngül və dəyərsiz, küfr əqidələri, əxlaqi rəzilliklər və haram əməllər olsa, öz varlıqları barəsində ziyana düşmüş və cəhənnəmdə əbədi qalacaq kəslər onlardır. تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَهُمْ فِيهَا كَالِحُونَ. Odun şölələri şiddətlə üzlərinə çırpılar və onlar orada qaşqabaqlı və xar olarlar və dodaqları yandığı üçün dişləri görünər. أَلَمْ تَكُنْ آيَاتِي تُتْلَى عَلَيْكُمْ فَكُنْتُمْ بِهَا تُكَذِّبُونَ. Allah onlara deyər, məyər mənim ayə və nişanələrim həmişə sizə oxunmurdu və siz həmişə onları təkzib və inkar etmirdiniz? قالوا ربنا غلبت علينا شقوتنا وكنا قوما ضالين. Deyərlər, ey Rəbbimiz, pis seçim etdiyimiz və nəfsi istəklərə tabi olduğumuz üçün bədbəxtliyimiz bizə qalib gəldi və biz yolunu azmış bir dəstə idik. ربنا أخرجنا منها فإن عدنا فإنا ظالمون. Ey Rəbbimiz, bizi buradan çıxar və dünyaya qaytar. Beləliklə, əgər bir daha küfr və günah azğınlığına qayıtsaq, deməli onda mütləq zalımıq. قال اخسأوا فيها ولا تكلمون. Allah buyurar, orada zəlil vəziyyətdə sakit və uzaq olun. Mənimlə əsla danışmayın. إنه كان فريق من عبادي يقولون ربنا آمنا فاغفر لنا وارحمنا وأنت خير الراحمين. Həqiqətən mənim bəndələrimdən bir dəstəsi, ey Rəbbimiz, biz iman gətirdik, buna görə də bizi bağışla və bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan deyərdilər. فاتخذتموهم سخريا حتى أنسوكم ذكري وكنتم منهم تضحكون. Lakin siz onları ələ saldınız və nəhayət bu halınız sizə məni yad etməyi unutturdu və siz həmişə onlara, möminlərə gülürdünüz. إني جزيتهم اليوم بما صبروا أنهم هم الفائزون. Həqiqətən bugün mən onları səbirləri müqabiləndə mükafatlandırdım. Doğrudan da onların hamısı uğur qazanıblar. قال كم لبثتم في الأرض عدد سنين. Allah və ya bir mələk kafirlərə deyər, yer üzündə neçə il qaldınız? Dünya həyatında və ya bərzəx aləmində neçə il qalmısınız? قالوا لبثنا يوما أو بعض يوم فاسأل العادين. Onlar axirətin əbədi olmasını bildikdən və onu dünya və bərzəxlə müqayisə etdikdən sonra deyərlər, bir gün və ya günün bir hissəsini sənin tərəfindən sayanlardan soruş.
قال إن لبثتم إلا قليلا لو أنكم كنتم تعلمون. Allah və ya mələk deyər, bəli, lap az bir zaman qaldınız. Kaş məsələnin həqiqətini və işinizin sonunu orada biləydiniz. أفحسبتم أنما خلقناكم عبثا وأنكم إلينا لا ترجعون. Yoxsa güman edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və bir də heç vaxt bizə tərəf qaytarılmayacaqsınız. فتعالى الله الملك الحق لا إله إلا هو رب العرش الكريم. Allah, varlıq aləminə mütləq hakim olan O, haqq hökümdar, ucadır. Ondan, o möhtərəm ərşin, varlıq aləminin quruluşunun qərarı alındığı və mələklər tərəfindən həyata keçirildiyi ərşin Rəbbindən başqa bir məbud yoxdur. وَمَنْ يَدْعُ مَعَ اللَّهِ إِلَهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِنْدَ رَبِّهِ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ. Kim Allahla birgə, barəsində dəlil sübutu olmayan başqa bir məbudu çağırsa, onun haqq hesabı yalnız Rəbbinin yanındadır. Şübhəsiz, kafirlər nicat tapmayacaqlar. وَقُلْ رَبِّ اغْفِرْ وَارْحَمْ وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ. Və de, ey Rəbbim, bizi bağışla və rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan.